Xeyir olsun dəyərli müəllimlər, dəyərli yoldaşlar. Bildiyiniz kimi sertifikasiya imtahanları artıq yekunlaşıb və sertifikasiya imtahanında uğur qazanan müəllimlərimizi təbrik edirəm. Müsahibə mərhələsindən də uğurla keçməyi sizlərə arzulayıram. Deməli müəllimlər, bu videonu çəkməkdən məqsədim nədir? Sizlərə dəstək olmağa çalışıram və əgər videonu bəyənərsinizsə, YouTube kanalıma abunə olun və linki maksimum dərəcədə paylaşaq ki, digər müəllimlərimizin də məlumatı olsun. Deməli, burada meyarlar görürsünüz. Müsahibənin meyarları var və meyarlar hansı istiqamətdədir? Yəni, müəllimlər hansı meyarlarla, hansı ölçülərlə qiymətləndiriləcək? Proqram üzrə mövzu təqdim etmə bacarığınızı yoxlayacaqlar. Şagirdlərin qiymətləndirilməsi bacarığını yoxlayacaqlar. Özünü təqdim etmə bacarığınızı yoxlayacaqlar. Pedaqoji prosesi təşkil etmə bacarığınızı yoxlayacaqlar və sizin ünsiyyət bacarıqlarınız yoxlanacaq. Deməli, müəllimlər, baxın, proqram üzrə mövzu təqdim etmə bacarığını yoxlamaqda məqsəd nədir? Görün, müəllim bu mövzunu verilmiş proqram üzrə nə şəkildə təqdim edir şagirdlərə ki, və sonda şagird nəticə qazansın. Bunu yoxlayacaqlar. Və sizin verəcəyiniz cavab nə şəkildə olacaq? Mən bir müəllim olaraq mövzunu təqdim edən zaman seçdiyim iş üsulu ilə iş formaları çalışıram ki, bir-birini tamamlasın. Dərsə cəlb etməklə başlayıram və s. bu şəkildə davam edirəm. Deyəcəksiniz, interaktiv dərsin mərhələlərindən danışacaqsınız, sonra refleksiya haqqında məlumat verəcəksiniz və çalışıram ki, 45 dəqiqə ərzində şagirdlərim nəticə əldə etsinlər, yəni dinamik olsunlar. Bir dərs üçün 6 standartda maksimum 2-3 təlim nəticəsi çıxardıram ki, 45 dəqiqə ərzində həmin təlim nəticələrini şagirdlər qazana bilsinlər, nəticə qazana bilsinlər mənim şagirdlərim və yekunda onlar dinamik olsunlar. Aydındırmı? Stativ qalmasınlar. Yəni, mənim müəyyənləşdirdiyim təlim nəticəsini onlar reallaşmış olsun, şagirdlərim qazanmış olsunlar. Aydındırmı? 45 dəqiqəni nəzərə alıram. Bir dərs üçün həddindən artıq təlim nəticəsi müəyyənləşdirmək olmaz. Çünki vaxt 45 dəqiqədir. Həddindən artıq müəyyənləşdirsək, onu reallaşdırmaq mümkün deyil. Aydındırmı? Və burada danışacağınız elə mənim dediklərimdir. Təqdimat zamanı, dərsi təqdim edən zaman iş üsulları seçirəm, mövzuya uyğun iş forması müəyyənləşdirirəm və çalışıram bunlar bir-birini tamamlasın və orada seçdiyiniz iş üsulu haqqında sualdan sual çıxardıb sizə təkrar ünvanlaya bilərlər ki, məsələn, hansı bir iş üsulunun adını çəkirsiniz və sizə sual verə bilərlər, həmin iş üsulu haqqında məlumat verməyinizi istəyərlər. Buna görə də o hansı iş üsulunun adını çəkəcəksinizsə, həmin iş üsulu haqqında məlumatlı olmağınız çox vacibdir. Sonra, şagirdlərin qiymətləndirilməsi bacarığını yoxlayacaqlar. Bildiyiniz məktəb daxili qiymətləndirmə. Diaqnostik, formativ, summativdən sizə sual verə bilərlər. Diaqnostik qiymətləndirmə deyəcəksiniz, ilkin qiymətləndirmədir. Çevik dəyişikliyə, diferensial təlimə şərait yaradan bir qiymətləndirmədir. Diaqnostik etməklə bir müəllim şagirdin təkcə bilik bacarığını yoxlamır, eyni zamanda onların psixoloji vəziyyətini də müəyyənləşdirə bilər. Və buna əsasən çevik dəyişiklik eləyə bilər ki, bu da diferensial təlimə şərait yaradır. Sonra formativ. Formativ qiymətləndirmə hər gün aparılan, müntəzəm şəkildə aparılan bir qiymətləndirmədir. Şagirdi izləyir, inkişafa aparan bir qiymətləndirmədir. Yəni, şagirdi olduğu yerdən olmalı olduğu yerə, yəni inkişaf etdirən bir qiymətləndirmədir. Və summativ. Summativ də son nəticəyə yönəlik bir qiymətləndirmədir. Şagirdi ölçüb qiymət veririk. Aydındırmı? Burada ölçüb qiymət veririk. Kəmiyyətlə qiymətləndirmədir, rəsmi qiymətləndirmədir və jurnala yazılan yeganə qiymət summativdir. Və eyni zamanda vurğulayırsınız ki, summativ qiymətləndirmə müəllimin də təlim fəaliyyətini müəyyənləşdirməyə imkan verən bir qiymətləndirmədir. Və salam, hər gün istifadə etdiyiniz qiymətləndirmələrdir və müəllimin bu suala cavab verməsi üçün belə deyək də, qeyri-adi bir bacarıq tələb olunmur burada. Sonra özünü təqdim etmə bacarığıdır və özünü təqdim etmədən az sonra danışacağım. Və bir də pedaqoji prosesi təşkili bacarığını yoxlayacaqlar. Görün, pedaqoji prosesi müəllim nə şəkildə təşkil edir? İlk öncə pedaqoji proses hansı prosesdir müəllimlər? Pedaqoji proses müəllimlə şagirdin arasında olan 45 dəqiqəlik bir proses ki var, o dərs prosesi. Həmin prosesdir müəllimlər. Burada yoxlamaq istədikləri nədir? Yoxlamaq istədikləri odur ki, görün müəllim bu pedaqoji prosesi ənənəvi qaydalarla təşkil edir, yoxsa bizim öyrəndiyimiz o pedaqoji tələblərə əməl edərək qurur dərsini.
Bəli, yoxlamaq istədikləri odur. Artıq siz burada o pedaqoji tələblərin özünü yox, tələblərin xüsusiyyəti haqqında məlumat verəcəksiniz. Mən çalışıram ki, dərsimi, pedaqoji prosesi elə təşkil edeyim ki, şagirdlərimin meylini, öyrənmə maraqlarını, potensial imkanlarını nəzərə alım. Həmin parta arxasında oturan bir şagirdə şəxsiyyət kimi yanaşıram, çalışıram o şagirddən şəxsiyyət yetişdirim. Dərsdə şagirdləri motivasiya edirəm, şagirdlərdə özlərinə inam hissi formalaşdırıram, onları stimullaşdırıram və s. və ilaxır. Həmin o tələblərin xüsusiyyəti haqqında məlumat verəcəksiniz. Aydındırmı? Bu cavab kifayət eləyəcək. Sonra ünsiyyət bacarığınız yoxlanacaq. Bəli, ünsiyyət bacarığı üçün ayrıca sizə suallar verilmir. Sizin bu suallara verdiyiniz cavablar əslində sizin ünsiyyət bacarığınızı yoxlamaq üçün kifayət eləyəcək. Və o suallara siz o şəkildə geniş, ətraflı izahlar verməlisiniz, cavablar verməlisiniz ki, sizin ünsiyyət bacarığınız orada dəyərləndirilmiş olsun müsbət şəkildə. Sonra nəyə diqqət yetirəcəksiniz? Diqqət yetirəcəyiniz məqamlar. Ləhcədən istifadə etmək olmaz. Mütləq şəkildə göz təması qurun. Qarşı tərəflə göz təması qurmaq lazımdır. Verilən suallara ətraflı, özünüzə güvənərək cavab verəcəksiniz. Aydındırmı? Yəni, burada verdiyiniz cavablar əzbərli bir şey olmasın. Çalışın, öz sözlərinizlə ifadə eləyin. Elə vəsaitdə yazılmışdı ki, bir dənə tərif var, bunu əzbərləyim orada deyim, qəti şəkildə. Yenə də deyirəm, mahiyyətini onlara çatdırın. Mahiyyətini onlara çatdırın. Əzbər bir şey olmasın. Müəllim kimi, belə deyək də, ifadə eləyəcəksiniz, yəni əzbərdən kənar. O şəkildə çatdıracaqsınız. Vəssalam. Sonra geyim, görünüş, davranışa diqqət ayırmaq lazımdır. Bunlar mütləqdir. Müəllim kimi geyinəcəksiniz. Çünki burada artıq, belə deyək də, ağ köynək, qara yubqa və yaxud da ki, şalvar ola bilər, klassik şalvar ola bilər. Görünüş, davranış hamısı vacib nüanslardandır, müəllimlər. Bunlara diqqət etmək lazımdır. Həddindən artıq makyaj, bujiteriyadan istifadə etmək olmaz. Mən bu geyimdə özümü rahat hiss edirəm deyib, istədiyimiz bir geyimi geyinmək olmaz. Geyim vacibdir. Geyim insanı geyiminə görə qarşılayırlar, ağlına görə yola salırlar. Bunu yadda saxlayaq. Sonra gələk, burada dedim ki, sizə özünü təqdim etmədən danışacağam. Özünü təqdim etmə nə şəkildə olacaq? Bax, özünüzü təqdim edəcəksiniz. Qarşı tərəfə özünüzü təqdim edəcəksiniz. Məqsəd nədir? Onlar sizi tanımağa çalışırlar. Səlis, aydın nitqlə özünüzü təqdim edəcəksiniz. Birinci vacib olan budur. Ad, soyad, ata adı mütləq şəkildə deyilir. Doğulduğunuz yeri, təvəllüdünüzü deyirsiniz. Oxuduğunuz orta məktəb, həmin ildə daxil olduğunuz ali məktəbi deyirsiniz. Və burada əsas məqam nədir? Sizi özünüzü təqdim eləmədə yoxlamaq istədikləri nədir? Pedaqoji fəaliyyətiniz haqqında məlumat verməlisiniz. Pedaqoji fəaliyyətiniz haqqında neçə illik iş stajınız var, neçə il hansı məktəbdə işləmişəm, yer dəyişmə etmisinizmi, yoxsa etməmisinizmi, bu haqda məlumat verəcəksiniz. Təhsildə uğurlarınız varmı, onu yoxlamaq istəyirlər və o haqda məlumat verəcəksiniz. Varsa deyin ki, var, fəxri adlar almışam, sertifikatlar, diplomlar almışam, yoxdursa da qeyd edirsiniz şagirdlərinizin uğurlarını. Əgər yoxdursa deyirsiniz ki, bəli, mənim özümün sertifikat, fəxri ad, diplom falan yoxdur. Ancaq ki, mənim şagirdlərimdən, belə deyək də, universitetə qəbul olan məzunlarımız var və bunlar haqqında danışa bilərsiniz. Hətta varsa əgər məktəbdə nümunə kimi göstərə də bilərsiniz ki, bəs filan nömrəli məktəbdə mənim yetişdirdiyim şagirddir. Bugünkü gün orada müəllim kimi fəaliyyət göstərir və bunun uğuru, bu insanın uğuru elə mənim uğurumdur kimi qeyd eləyə bilərsiniz. Sonra ünsiyyət zamanı nəyə diqqət yetirəcəksiniz? Orfoepik qaydalara əməl edəcəksiniz, müəllimlər. Eyni zamanda tələsmədən, pauzalara diqqət edərək danışmaq lazımdır. Orfoepik danışıq qaydalarına əməl etmək lazımdır. Belə, burada çox danışmaq olar, əlavə suallar üzərində izah vermək olar və burada, belə deyək də, müəllimlər, verə biləcəkləri suallardan bir neçəsini də demək istəyirəm ki, məsələn, şagirdlərin hansı hüquqları var, görüm hüquq və vəzifələri müəllim bilirmi? Deyə bilərsiniz ki, şagirdin təhsil almaq hüququ var, yaşamaq hüququ var, fikir bildirmək hüququ var, istirahət hüququ var, sağlam qalmaq hüququ var, müdafiə, inkişaf etdirilmək hüququ var və s.
Sonra sual verə bilərlər ki, kompüteri bilirsinizmi? Kimi sual verə bilərlər və yaxud sizin psixoloji durumunuzu yoxlamaq üçün sual verə bilərlər ki, şagird sizi əsəbləşdirsə ilk olaraq neyniyərsiniz, hansı addımları atarsınız, cəza mı verərsiniz, yoxsa sakit, təmkinlə qarşılayarsınız? Əslində yoxlamaq istədikləri budur. Orada siz təmkinlə cavab verəcəksiniz ki, ilk növbədə özü ilə danışaram şagirdin. Çalışaram ki, özündən soruşum ki, yəni bu şəkildə davranışın səbəbi nədir? İlk növbədə özü ilə danışaram. Söhbətdən nəticə çıxartmasa, məktəb psixoloqu ilə, valideynlə danışaram, cəza vermərəm. Sadəcə məktəb direktoruna da məlumat verərəm. Yəni, əgər ki, söhbətdən nəticə çıxartmasa, bunu eləyərəm. Sonra soruşa bilərlər ki, əgər bir valideyn gəlib birbaşa sinifə daxil olarsa, sizi təhqir edərsə, siz nə edərsiniz? Cavab nə olacaq burada? Yenə də sizin psixoloji vəziyyətinizi yoxlamağa çalışırlar. Valideynlə belə cavabınız bu olacaq ki, valideynin birbaşa sinifə daxil olmaq kimi bir ixtiyarı yoxdur, icazəsi yoxdur. Mədəni şəkildə, belə deyək də, rəftar edərəm. Nəzərinə çatdıraram ki, bu şəkildə sinifə daxil olmaq kimi bir icazəsi yoxdur. Əgər məni eşitməzsə, başa düşməzsə, məktəb müdiriyyəti ilə məsələləri həll etməyə çalışaram. Və s. Bu şəkildə suallar, fərqli suallar verəcəklər, diqqətli olacaqsınız və cavablandıracaqsınız. Sonra başqa cür, məsəl üçün, yanlış davranışa necə reaksiya verərsiniz? Şagirdin bir yanlış davranışına, dərsdə bir yanlış davranış eləyir. Müəllim olaraq siz ona necə reaksiya verəcəksiniz? Verbal yoxsa qeyri-verbal? Deyəcəksiniz, qeyri-verbal reaksiya verərəm. Çünki sözsüz reaksiya vermək lazım, sözdən istifadə etməyəcəksiniz. Niyə? Çünki dərsi poza bilmərəm. Bəs nədən istifadə edə bilərsiniz müəllim? Artıq burada geniş məlumat verin. Lövhədən istifadə edə bilərəm, sarı kart verə bilərəm, jest mimikalarına başa salmağa çalışaram və s. Amma qeyri-verbal sözünü yadınızdan saxlayırsınız. Belə, bu kimi suallardan ətraflı məlumatlı olmaq istəyirsinizsə müəllimlər, müsahibə dərslərimizə qoşularaq, müsahibədən o 40 balı rahatlıqla ala bilərsiniz. Belə, qoşulmaq istəyənlər yuxarıda qeyd elədiyim nömrənin WhatsApp və mobilnisi ilə əlaqə saxlaya bilərlər. Belə, ümid edirəm videom sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, videonu bəyənək, paylaşaq, kanala abunə olaq. Diqqətiniz üçün təşəkkür edirəm.